içidir. Amma show biznesdən çox dostluq eləmək olmur. Maraqlıdır, Ofeliya Şabanova onun haqqında yazılan rəyləri oxuyurmu sosial şəbəkədə? İnanın səmimiyyətimə, Yalçın bəy, inanın səmimiyyətimə. Bilirsiniz nə deyirlər? Güya indi bu telefon işlətmir, güya da, indi Ofeliya telefon işlətmir. And olsun Allaha, mən telefon işlətmirəm. Gör, Allah dedim, ondan o yanı yoxdur, axı qurban olduğum bizi yaradan. And olsun Allaha, mənim telefonum yoxdur, qardaş. Niyə? Mən ondan birinci telefondan xoşum gəlmir. Mən ona zamanımı itirə bilmirəm. Pis baxmıram ha, mənim analarımız var, bacılarımız var, qurban olum, əllərindən öpürəm onların. Hamı baldızlarım telefonları var, qaynanamın telefonu var, bacılarım işlədir. Mən elə şeyə pis baxmıram. Mən ona zamanımı itirə bilmərəm. Mən bildim zamanım itirsə uşaqlarım evdə mən onlara qulluq eləməliyəm, yoldaşıma qulluq eləməliyəm. Mənim işim var, məşqlərim var, sənətim var, qalacaq qıraqda. Heç sevmirəm belə telefon eşən adamlar, belə otururlar, ürəyim sıxılır. Dostlar, yanımda oturun, xahiş eləməm, dostlarıma da telefon eşməyim, nə olar, heç sevmirəm onu mən. Yəni, köməkçim işlədir, prodüser var, onlar hamısını kommentdə qəti oxumuram. Çünki sənətimlə bağlı olaraq mənə stresli şeylər qəti olmaz. Mən komment, inanın ki, deyirlər, hərdən qulağıma gəlib çatır. Onda bir kəlmə sözdəyəm, deyirəm, şərəflini şərəfli istəyər. Heç bir zaman, xahiş eləm, bu sözümü çıxardıb eləməyəm, mən nə var onu danışan adamam, onu da çıxartmayayım. Şərəfini şərəfsiz heç vaxt sevməz. O bir-iki nəfər göyçəklər qulağıma çatır. Ofeliya xanımə deyirəm, boş ver. Onlar olmasaydı, mən Ofeliya Şabanova olmaz idim. İnsanlar tərəfindən bu qədər sevilməz idim. Cəmaət görür, qardaş, elin gözü tərəzidir. Görmürlər Ofeliya. Bayaq dediyim kimi, mən də villadan götürüb özümü göstərərdim. Görmürlər, Ofeliya bir paltar 15 dəfə yeyinir. Ofeliya Şabanova ailə həyatı qurmayana qədər həyatı necə idi? Ailə həyatı qurandan sonra həyatı necə oldu? Ailə, birincidən yaxşıdan deyim, sonra ailə həyatı qurandan sonra ki, hər şey gözəl oldu. Əvvəl gözəl olmayan nə idi? Çox əziyyət çəkmişəm, Yalçın bəy, həddindən artıq. Yəni, elə meyvə olub ki, mənə ilk dəfə yoldaşım alıb onu, mən çoxunu dadmamışam. And olsun bəy sana. Məsəl üçün, bax, inanın mən bunun dadını bilməmişəm. Təsəvvür edin ki, Yalçın bəy, mən yemək olmayıb, o bizim zonada olur, bəlkə indi bilərsiniz, cincilim eşitmişsiniz? Cincilim, pencər. Heç onu bişirmək yağım, mən gedirdim, əlimdə duz aparırdım, əlimə duz tökürdüm. O duzu aparıb gedirdim, o cincirimi üzürdüm dibindən, onu duzluyurdum, yeyirdim. Toylara da gedəndə mən kabab yeməmişəm ki, mənim evdə bacılarım yeməyib. Mən bayaq istəmirəm o səfətə qayıdım, böyük bacımdan neyinci yeyirəm? Deyirəm, mən kabab yemirdim. Mən evə gəlib alça duza batırıb yeyirdim ki, qarın tox olsun, daha heç nə yeməyim. Ondan sonra da təzyiqim də düşürdü, halım da dəyişirdi, gözüm açırdım ki, mağazində yatmışım, elə bildim orada yatmışam. Nə ola bilər ki, bacı-bacıdan küssün, incisin? Mənim böyük bacım biraz tez küsür. Deyirəm, biz pis böyümüşük. Mən böyük bacıma demişdim. Deyirəm, biz pis böyümüşük, biz acısız böyümüşük. Bizim ata xəstə adam olub, ana rəhmətə gedib. And olsun Allaha, mən verişdən birindən dedim ki, mən oğurluq eləmişəm, deyirlər ki, oğladı. Elə oğul, mən əmimin evindən yeməyə uğramışam qardaşım üçün. Bizə yemək sadə verən olmayıb, qardaşım. Mən burada danışıb, deyəcəklə, Ofeliya yenə aşı tökdü, danışdı. Allah heç kimə göstərməsin, heç bir uşağa Allaha dua eləm, düşmənimin balası, düşmənim yox deyək. Ümumiyyətlə deyirəm, onun balasına belə mənim uşaqlığım yaşadığımı o yaşamasın. Ac, susuz, nə bilim, dəhşətdə bir sözdür. Ailə həyatı qurmağı necə oldu? Bəs həyat yoldaşınla necə tanış oldun? Böyük bacım artıq gəlmişdi Bakıya, işlərimlə əlaqədar olaraq yoldaşımla. Yoldaşımın restoranda administrator çalışırdı, onun yoldaşı da. Çalışırdılar, mən orada atam, qardaşım, mən də kənd qızıya baxır. Mən dedim ki, Bakını vermək istəmiş, şəhəri görüm. Balaca bacımdır, balaca qardaşım idi, atam idi. Dedim, Ayətə, mən getmək, bizi apar da, mən bacımı görmək istəyirəm. Nəsə gəldik Bakıya, dedim, Ayətə, deyirlər, şəhərdə belə restoranlar var, musiqinin, nə kənd qızıyam, nə biləm mən. Bir gün gördük, qəşən bir, yox, bacım çağırdı ki, gəlin bizim restorana, Ceyhunun restoranı var, müdiriyyətin yoldaşımın. Mən nəsə getdim, atam, qardaşım, mən oturmuşam, gördüm, musiqili yerdir. Dedim, onda yoldaşıma dedim ki, müəllim, olar mən bir mahnı ifa edeyim. Oxumaq istəyim, ölürüm ki, mənə görsünlər, mən oxuyuram, belə. Yoldaşım dedi ki, müğənni sizsə oxuyun, yəni hər adama mikrofon veririm burada. Nəsə icazə verdi, oxudum, qayıtdı belədir. Sən nə gözəl oxuyursan. Sən necə bu cür filankəsə oxşadın, adını çəkmirəm. Sən necə filankəsin səsini oxşadı səsiniz.
Elə o dedi, sən mənə nömrəmdir, bizim burada ailəvi işlər olur. Dedim, mən telefon işlətmirəm axı, mənim yoxdur. Elə oldu ki, yaxınlaşdı atama. Dedi, olar mən sizin nömrənizi alım. Onda atam ümumiyyətlə telefona yaxın getməyə qoymurdu bizi. Biraz başqa cür böyüdük bizi. Dedi, olar. Elə tanış oldum. Sonra gəldim, atamla bir yerdə gəlirdim. Gəldim, toy olanda nişan olurdu restoranda. Oxuyurdum, gedirdim. Elə tanış olduq. Evimə gəldim. Sonra yoldaşım gəldi Balakəndən. Dedi, qismət Allahın taleyi yazıldı. Nə yaxşı da yazıldı. Əlhamdülillah. Heç peşman da deyiləm. Allahın bu gününə şükür olsun. Həyat yoldaşının nə qadağaları oldu Ofelia Şabanovaya? Qadağa, indi düzdür, gənc olanda insan bilmir axı, beyni qan olur, eləmirəm, istəmirəm, mən belə olur. Mən durum tamaşaçını anladım ki, mən həmişədən oturmuşam belə, deyirlər, Ofelia xanım xalqdan qızdır, elə mən uşaqlarım, yox, belə nə uşaq idim, küsürdüm, ağlayırdım, mən gedirəm, belə idim. Amma artıq indi qadağası var, bəli. 2 veriliş var ki, qəti ora, yox, 3 veriliş. Qəti ora çıxmağa icazə vermir, qadağası var. O da sözü qanundur mənim üçün. O qadağası var, o verilişlərə olmaz. Yaxşı. Mən o verilişə çıxmayacağam. Həyat yoldaşın desək ki, bu günləri bacından barış. O başqa söhbət eləyək də. Siz düşmüsünüz elə bacı, o istəməm haqqında danışmağa. O söhbət eləməyin. Yəni, həyat yoldaşın desə? Həyat yoldaşıma ürəyim qurban. O desə, əlbəttə hə. Amma o deməz axı. O deyir, mən sənə işlə qarışmıram. Bu barədə siz özünüz bilərsiniz, doğmasınız. Qansız, özünüz, məni qarışdırmayın. O zaman bu günləri hazır olun. Verilişin sonunda... Siz Allah, siz sərdən hazır olun, hazır olun, veriş bitir də. İstəməm, hazır zad deyiləm, mənə xahiş edirəm. Verilişin sonunda bacı gələcək. Başına dönüm, oturmuşam ki, kim çayımızı içirəm burada, sən Allah, eləmə elə şey. Yaxşı, Ofelia Şabanovanın toyu necə oldu? O, ən böyük sarayda, ən bahalı gəlin paltarı. O, nə? Ay kişi, nə gəlin paltarı görmüşəm məsələn, başıma dönüm, ay qardaş. Belə balaca qonaqlıq. Belə, onun da pulunu vallahi yoldaşım verdi, nə yalan deyim, açıq danışanam, qoy insanlar mənə belə tanıyır, gizlətməyim. Belə atamın evində, atamın yazığı nəyi var idi ki, yazıq kişinin. Belə 2 dənə stol açdı, qohum əqraba, əmilərim, nə bilim, dost tanış, yetimin kimi olur, ay qardaş. Yetimə bir dənə su da verən olmur. Tabasında qapaz qoyula ot yedim, sən Allah. Heç nə, yoldaşım aldı, gətirdi hər şeyi, vallah deyəcəm, hər şeyi aldı, o gətirdi. Dedi ki, heç kimə deməyərsən. İndiyə nə qədər deməmişəm, 10 milyon qabanda deyil. Amma Ofelia Şabanova bir çox xanımlar kimi istəməzdi, o vağzalı sədasına evdən çıxsın, gəlinlik geyinsin. Əlbəttə ki, ağ gəlinlik istəyərdim. Amma inanın, mənim gəlin paltarımı siz bir dəqiqə görsəz, mən qara rəngdə geyinib çıxmışam evdən. Mən hansı günümə mən ağ geyinib çıxım oradan. Adama deyirlər hansı günə, mən istəyirdim ki, anam olsun. Allah rəhmət eləsin. Mən istəməzdim bu günləri Ofelia Şabanova kövrəlsin. Heç vaxt o geyimi göstərməmişəm, heç biri. Yəni, efirdə. Xahiş ediblər. Amma bugün göstərəcəm. İnanın, mənə orada dostlar da deyir ki, Ofelia, heç olmasa da rəngli geyindim, yox. Yəni, mən orada yaxşı ağ geyinib də çıxa bilməzdim. Yəni, orada mənə yola salan anam olmadı. Mən hansı günümə, yəni, ağdan çıxım. Baxın mənim gəlinlikdə olma. İnanın ki, mən bunun üçün çıxdım ki, mənə kim yola salacaq. Həm də yoxum idi da. Yəni, kim mən yola salsın, anam olmadı arxamdan su atsın. Bax, nə bilim belə. Allah rəhmət eləsin. Yalçın bəy, mənim anam rəhmətlik, çox işgüzar, mən onu oxşamışam, işgüzar qadın idi. Təsəvvür edin ki, bir qolu işləmirdi, yəni o onkoloji xəstə idi, bir qolu təmiz yığılmışdı, yəni bu cür qalmışdı. Onun sağ qolu mən idim, o qolu mən idim.
Gedirdi bazarda balıq satmağa. Onun yanında mən də gedirdim ki, mən də satacağam. Əlini salırdı, mən o torba keçirirdim ki, yox, özüm salacağam əlimi. Ki, o soyuq suyun içindən siverj balıqları götürmək üçün. İnanın ki, mən ondan balıq satmışam. Yəni, hal-hazırda yəni, deyim ki, yəni, balığı mən o qədər sevmirəm artıq. Gözümün qabağına ona görəndə anam yadıma düşür. Başqası olsa da deyərdi ki, yox, mən müğənniyəm, bəzənib oturum, deyirdim, yox, anamın bir qolu yoxdur, onun qolu mənəm. Həmişə anam mənə çağıranda dedi ki, mənim sağ qolum, gəl bura. İnanın ki, ən də sevilən uşaq evdə mən idim onun tərəfindən. O deyirdi ki, bir dənə Ofeliyanın gözəl gününü görür. Mənə deyirlər, nə çox ağlayırsan efirdə. Valla siz mənim yaşadığımı yaşasaydınız, gözünüzün yaşı qurumazdı. Ofeliya kimi yaşasaydınız. Çörək olmazdı. Quru belə çörək qoyurdum suyun içinə. Biraz qalsın, yumuşalsın, onu mən uda bilim də. Amma bildirmirdim, evdəki acam, anam birdən pis olar. Yeyirdim onu istaxlı, geçsin də uda bilim. Ki, anamla bir dənə gedim, onu tək qoymayayım ki, əli soyuq suda qalacaq, onun bir qolu yoxdur. Kaş ki, o zəhmətkeş qadın, anam bu günümü görməli idi. Deməli, mən qızıma baxaram. Fərəhlənməli idi. Yəni, ona görə biraz qəlbim yaralıdır. Ən də mənə çox təsir edən, heç vaxt unutmadığım bir şey var. Qonşuda toya gedirdik. Anamın stolunda heç kim oturmurdu yanında. Heç kəs oturmurdu. Yaxşı insan olub, bilirsiniz niyə oturmurdular? Onun paltarına baxıb utanırdılar. Sevili yanında pis görsənərdi, kasıbdır, onun əyni başı yoxdur. Yəni, onları heç vaxt unutmamışam. O mənim ömür boyu travma kimi mənim beynimdə qalıb. Ömür boyu. Hərdən mən efirdə baxıram, özümə deyirəm, Ofeliya ilə niyə oturmursan agresiv? Əslində mən insan deyiləm. O yadıma gəlib düşür, necə deyir, beynim pozulur. O travma kimi qalıb mənim yadımda ki, bax var idi, ayana, sənin yanında heç kim oturmurdu. Əynində paltarlar utanırdılar, qızıllı qadınlar o bəziləri. Həyat deyir, kimin əvvəli, kimin axırı. Bu Ofeliya kimin qızı olub, kasıbın qızı olub da. Sən nəticəyə bax, kasımın qızı olmuşam, bəli. Şükür, əlhamdülillah, nə atam, nə anam namussuz insan olmuşlar. Onunla həmişə fəxr eləmişəm.